Qardaş səcdə ayələri haqqında soruşur və deyir ki, bəzən biz məsələn səcdə surəsini oxuyuruq və ya digər surələri oxuyanda oradakı olan səcdə ayətlərinə rast gəlirik. Bu zaman biz nə etməliyik və ya bəzi yerlər olur ki, orada səcdə etmək mümkün deyil. Biz o zaman səcdəni otura və ya hansısa bir şəkildə edə bilərikmi sualını verir. Burada bildirmək istəyirəm ki, Allah Subhanahu wa Ta'ala'nın bizlərə, müsəlmanlara nemətlərindən də biri məhz həmin səcdə ayətləridir ki, biz bir daha Allah yanında yüksələk. Və onun üçün hər bir müsəlman Quran-ı Kərimi oxuduğu zaman səcdə ayəsi gəldikdə və səcdə ayəsi də xüsusən vascudu, uscudu, səcdə edin əmirləri ilə və ya buna bənzər əmirlərlə bağlı olur. Bu zaman səcdə etməlidir. Baxmayaraq ki, bəzi alimlər bəzi səcdə ayətlərinin daha da belə deyək də üstün olmasını bəzilərindən qeyd edilər. Amma müsəlman hər bir səcdə ayəsi gəldikdə səcdə etməlidir. Və imkanı varsa ayağa durub təkbir edib səcdə etməlidir. Yox, əgər elə bir yerdədirsə, alınmırsa, o zaman bacardığı qədər otura və ya hansısa bir halda xəstədirsə, ayağa dura bilmirsə, başınla, gözünlə, olmursa qəlbi ilə səcdə etsin. Amma yox, əgər yadından çıxıbsa, əgər məsələn səcdə ayətini oxuyub, sonra isə gün ərzində yadından çıxıbsa, bu zaman rahatlıq tapan kimi məsələn evə gəldikdə artıq səcdəsini etsin. Allah bizləri əfv eləsin.